Salam aleyküm, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Mən Ucar rayon vətəndaşı Məmmədov İlkin. Ucar rayonunda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin çağırışlarına qoşularaq ictimai nəzarəti həyata keçirirəm. Hal-hazırda Ucar rayonunun 20 yanvar küçəsinin başlanğıcındayam. Bu küçədəki işıqlanmanın hansı səviyyədə olduğunu göstərməkdən ötürü çəkiliş edirəm. Deməli, bura 20 yanvar küçəsidir. 20 yanvar küçəsi birinci elektrik direği budur. Gördüyünüz kimi işıqlanma yoxdur. Küçə boyu hərəkət eləyəcəm. Göstərəcəm sizə. Yəni elektrik dirəklərindəki işıqlanma hansı vəziyyətdədir. Deməli, mən bu çəkilişi ondan ötürü edirəm ki, Ucar rayon icra hakimiyyətinin şəhər inzibati dairə üzrə nümayəndəliyi baxsınlar və bu küçədə olan problem haqqında tədbir görsünlər. Bax, görürsünüz, burada da işıqlanma yoxdur. Tədbir görsünlər, necə tədbir görsünlər? Bu, əgər plafonlar dəyişilməlidirsə, yenilərlə dəyişsinlər. 4 aydır quraşdırılıb burada, deməli, bu plafonlar. Elektrik dirəkləri uzun illər var idi burada. Göz dağı kimi gətirib qoymuşlar bura. Çox uzun illər, bir hardasa 5 il, 6 il burada bu dirəklər var idi. Plafon yox idi. İşıqlanma oldu burada yanvar ayının 15-də. Hamı sevindi ki, nə yaxşıdır, Allah'a şükür bura küçə işıqlandı. Bura böyük küçədir. 20 yanvar küçəsi böyük küçədir. Əsas küçələrdən biridir. Hamı sevindi ki, nə yaxşı oldu ki, burada işıqlanmanı təmin edilər. Biz də elə hamı kimi sevindik ki, uzun illərdir burada işıqlanmanın olmamağı ilə bağlı danışırıq. Nə yaxşı ki, işıqlanmanı təmin edirlər. Amma bax, gördüyünüz kimi bu vəziyyətdədir. Yoxdur işıqlanma. İndi videoya baxanlar deyər ki, yəqin gündüz vaxtıdır, işığı yandırmayıblar. Yox, qabaqda var. Yəni hal-hazırda burada işıqları yandırıblar. Dünən gecə saatlarına kimi, dünən saat 9-a qalmışdı. Salam aleyküm. 9-a qalmışdı, yandırmamışlar. Bugün tez yandırıblar. Görürsünüz, bura heç ümumiyyətlə plafon qoymayıblar. Ya burada təmir işləri getməlidir bu işıqlanmadan ötürü. Ya da ki, bu plafonlar dəyişilməlidir. İndi davam edib mən hamısını sizə, yəni işıq yanan yerə kimi çəkiliş edib göstərəcəm. Buyurun, izləyin. Bak, gördüyünüz kimi 20 yanvar küçəsinin başlanğıcından bura kimi deməli 1, 2, 3, 4, 5, 6, 7 elektrik dirəyində işıqlanma yoxdur. Buradakini çəkib göstərdim. Burada işıqlanma var. Buradan da qarşıya doğru geçsək yenə də eyni vəziyyətdir. İşıqlanma yoxdur. Lap qabaqda bir-iki dənəsində işıq yanır. Bak, görürsünüz, bunu göstərim. Daha nümunə üçün. Buradan o tərəfin ehtiyac yoxdur. Baxın. Bax, burada da işıqlanma yoxdur. Mən buradan səslənəm Ucar rayon icra hakimiyyətinin rəhbərliyinə. Ucar rayon icra hakimiyyətinin şəhər inzibati dairə üzrə nümayəndəliyinə, Abdullah müəllimə. Başqa küçələrə hələ saxlayaq. Sizin verdiyiniz vədlərə görə Abdullah müəllimlə bizim bir söhbətimiz olmuşdu. Abdullah müəllim demişdi ki, deməli, may ayında rayonun 28 may küçəsində işıqlanma olacaq. Sonra biz Mədəniyyət evinin yanında Ucar rayon şəhidlər abidəsi var. Orada da çəkiliş eləmişdi ki, işıqlanma yoxdur. Baxımsız vəziyyətdədir. Abdullah müəllim bildirmişdi ki, orada da may ayında işıqlandırma bərpa olacaq. Deməli, sizin yalandan verdiyiniz bu vədlər ki var, bunun da vaxtı qutardı, may ayında demişdiniz. İndi oranın deyək ki, orada işlər başlanılmayıbdır. Amma burada 4 ay bundan qabaq işlər görülmüşdür.
gördüyünüz işləri mən göstərdim sizə. Bugün yəni bərbad vəziyyətlidir. Bugün işıqlanma yoxdur. Burada təmir işləri getməlidir. Bu həmin plafonlar əgər təmir olması mümkündürsə təmir olunmalıdır. Mümkün deyilsə yenilərinin əvəz olunmalıdır. Dünən burada axşam saatlarında 26 may tarixində, daha doğrusu 27 may tarixində